Gece boyunca restoranda yüksek musiqi səsləndirilir. Görüntülər paytaxtın Nizami rayonu Qaraqarayev prospekti 39 ünvanında lentə alınıb. Sakinlər iddia edirlər ki, yaxınlıqda yerləşən Üzüm restoranında gecə saatlarında səsləndirilən yüksək musiqi onlara rahatlıq vermir. Çoxmu səs-küy olur? Bəzən çox olur. O qədər çox olur ki, O mənzillərdə. qədər çox elə evin içində elə bil ki, restorandır. Sizə restorandan səs gəlir. Hə, lab mənim balkonumun üstündədir Saat restoran. neçəyə qədər olur balkonunuzla üzrədir? Bir 12-yəcən bilir. Ümumilikdə yəni pəncərələr bağlı olsa belə evin içində səs çox gəlir. Saat neçəyə qədər? Hardasa bir 12-yə kimi səs olur. Bizdə ümumiyyətlə 3 dənə zaldır. Zallarımız hamısı balaca zallardır. Yuxarı mərtəbənin zalı da ümumiyyətlə restoran qapısı saat səhər 9-da açılır, 12 tamamda bağlanır və 12-nin yarısında ümumiyyətlə musiqi dayanır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cəsarət Qəmbərli bildirdi ki, restoranda səs-küy olması ilə bağlı sakinlərin müraciətinə uyğun olaraq müvafiq tədbirlər görülür.